Britaniya ABŞ prezidenti George Bush'un Saddam Hüseynə qarşı hərbi hərəkətə keçməsini dəstəkləməklə İraq münaqişəsində böyük rol oynayıb. Britaniya müdaxiləsini İraq liderinin kimyəvi və bioloji silahlara sahib olması ilə əsaslandırırdı. Halbuki daha sonra İraqda kütləvi silah aşkar edilmədi. Keçmiş dövlət qulluqçusu John Chilcot'un başçılığı ilə Britaniyanın İraqa müdaxiləsi ilə bağlı təhqiqat 7 il sürür. Hesabat 2,6 milyon sözdən ibarətdir. Təhqiqatın nəticələri isə dəhşətlidir. Britaniya İraqa müdaxiləyə nüvə tərk silahının sülh yolu ilə həll edilmə variantları tükənməmiş qoşulub. O zaman hərbi müdaxilə ən son çıxış yolu deyildi. Bir ictimailəşdirilmiş memorandumda müdaxilədən 8 ay öncə baş nazir Tony Blair Amerikalı həmkarına onu hər halda dəstəkləyəcəyini deyib. Çərşənbə günü bu təhqiqatın nəticələrində irəli sürülən iddiaları cavablandıran Tony Blair israr edib ki, onlar müharibə başlatmağa tələsmirdilər. 11 sentyabr hadisələrindən bir il sonra, 2002-ci ilin sonu, 2003-cü ilin əvvəlində kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat artdı. Sabiq baş nazir müharibə zamanı həlak olan Britaniyalı hərbi qulluqçuların ailələrindən və 100 minlərlə İraqlıdan üzr istəyib. Ancaq səhv qərar verdiyini etiraf etməyib. Hər şeyi dəyişdirən İraq deyil, 11 sentyabr hadisələri və Əfqanistan idi. Bu da Amerikanın İraqa hərbi müdaxiləsinə gətirib çıxardı. Səddamın kütləvi qırğın silahları əldə etməsinin qarşısını alacaq sanksiyalar mükəmməl olmasa da nəticə verirdi. Və bu sanksiyalar daha uzun müddət davam etdirilə bilərdi. Hesabatın açıqlandığı binanın önündə isə İraqda ölən əskərlərin ailələri irəli sürülən sübutları dinləyir. 11 il yarımdan sonra mən hələ təzə dinclik tapa bilmişdim. Amma indi özümü yenidən Bobun itkin düşdüyü və öldürüldüyü güman edildiyi xəbərini aldığım gün kimi hiss edirəm. İraqda isə istirablar hələ də davam edir. ABŞ-ın başçılıq etdiyi müdaxilədən bəri davam edən məhzəblər arası münaqişələrdə 100 minlərlə adam ölüb. Ən dəhşətli hücumlardan biri isə elə bu həftə Bağdadda baş verib və nəticədə 250 nəfər həlak olub. Chilcot təhqiqatı Britaniya siyasətində qaranlıq səhifəni bağlasa da, İraqda müharibənin fəsadları hələ də davam edir. Vaşinqtondan Əzizə Göysadə, Amerikanın səsi.